səhifəni izləyən hər kəs salamlayıram və bu video hər kimin qarşısına çıxarsa, xahiş edirəm bu məqama məxsusi olaraq diqqət eləyəsiniz. Biz hal-hazırda təlim dərsindəyik. Mən təlimçi olaraq tələbəyə nəzarət edirəm. Tələbə isə təcrübəsiz sürücüdür, öyrənir. Yəni, indi bizim tətbiq eləyəcəyimizi siz öz başınıza eləməyin. Hökmən, əgər təcrübəsizdirsə, bu kimi sizin də sıxıntınız, probleminiz varsa, təlimçinin iştirakı ilə təhlükəsiz yolda, yəni sizin təhlükəsizliyinizi təmin eləyəcək bir şəxs olmalıdır və uyğun yolda bu, belə deyim də, yöntəmdən istifadə edərək siz qorxunuzu aşa bilərsiniz. Ancaq, dediyim kimi, tək başına uyğun olmayan yollarda bunu tətbiq etməyin. İndi qızım, artır sürəti. Artır. Bu azdır. Bax, qazdan ayaqlı götür. Bax, indi mən sənə komanda verəcəm. Sən mənim dediklərimi eləyərsən, yaxşımı? Bu əslində avtomobilə xeyir olan bir şey deyil, ziyandır. Sadəcə olaraq sənin qorxunu aşmaq üçün bunu edirik. Mən sənə qaz ver deyəndə 3 saniyəlik qazı basacaqsan, amma kifayət qədər çox basacaqsan, yaxşımı? Qazı bas. 1, yox, buraxma, qazdan ayağı götür. Mən dedim sənə qazı ver və 3 saniyə say. Qazı bas. 1, 2, 3, qazdan ayağı götür. Mən qazı bas deyəndən 1 saniyə sonra sən reaksiya verirsən. Anında reaksiya ver və verdiyin qazda qızın az idi. Yəni, o qədər nəzərdə tutmamışdım. Daha çox verməyə lazımdır və qorxma. Hələ ki, rahat ol. Bu əyilməni rahat şəkildə dönək. Baxaq güzgülərə, kimsə yoxdur ki, kiməsə mane olmuruq ki. İndi qazı bas. 1, 2, 3, qazdan ayağı götür. Çox az idi və yenə də gec reaksiya verdin. Anında. Qazı bas. 1, 2, 3, əhsən. Əhsən. Bir balaca da tez icra elə. Yəni, qazı bas deyən kimi qazı bas. Qazı bas sözünün, yəni bitməsini gözləyib, üstündən qoyma vaxt keçsin. Yaxşımı? Hələ ki, səbirli ol. İndi nə eləyəcəyimizi bilirik də, düzdürmü? Yoxlayaq hər ehtimala qarşı güzgüləri, yoxdur ki, böyür başımızda kimsə. Qarşıda da boşluqdur da, düzü. Hələ ki, amma əyilmə var. Yol boş olsa da döngə var, düzdürmü? Burada o boyda qaz verməli, yol yoxdur, deməli. Qazı bas. 1, 2, 3. Əhsən, qazdan ayağı götür. Mükəmməl. İndi artıq bacarırsan. Tələsməyə. Üç saniyəlik qaz verdik də, düzsün. Hələ ki, davam edirik. Qazı bas. Yenə gecikdi. Qazdan ayağı götür. Qızım, onu anında elə. Yəni, dediyim kimi, gecikməməyə çalış. Hələ ki, qaz vermirik. Öz zolağımızla dönürük. Görsənmi, enişli bir balaca tormuzdan istifadə elə. Düzəlt sükanı. İndi enişli, düzü. Yeri gəlsə bir o qədər qaz verməyə lüzum yoxdur, ancaq bizim məqsədimiz öyrənməkdir. Ona görə bunu edirik. 3 saniyəlik qazı bas. 1, 2, 3. Əhsən. İndi qızım 5 saniyəlik qazı bas. Bas. 1, 2, 3, 4, 5. Qazdan ayağı götür. Əhsən. Bax, qorxu bu şəkildə yenidir. Ancaq bunun, misal üçün, mən sənə sıxlıq olan yollarda nə qədər desəydim də sən bunu icra elə bilməzdin. Müvafiq yer olmalıdır, müvafiq yol olmalıdır və müvafiq tərz olmalıdır bunu
tətbiq eləyə bilmək üçün mən də sənə bunu uyğun şəkildə, yumşaq şəkildə izah eləməliyəm. Sən də bunu 1, 3, 5, 6 misal üçün səhv edib axır ki tətbiq eləməlisən. 5 saniyəlik qaz ver. 1, 2, 3, 4, 5. Gazdan ayağını götür. Çünki artıq bax, yoxuş yekunlaşır və yoxuşun sonunda, yəni eniş başlayanda bilmirik bizi nə gözləyir. Qaz vermə məsələmiz də beləcə həllini tapdı.